Özellikler, üstünlükləri odur ki, istehsalçıdırlar və istədiyiniz olsa dairəvi formada 2.20-nin 2.20-yə, 2.50-nin 3 metr doğrudan da uyğun qiymətə daha keyfiyyətli, daha kalitəli məhsulu əldə etsinlər. Gördüyünüz kimi birinci hissədə xammal dəzgaha daxil olur və toxuma prosesi başlayır. Bu hazır məhsullar bu şəkildə gördüyünüz kimi depolanır, sifarişçiyə göndərmə hazır vəziyyətdədir ki, daha sonra isə yük maşınları vasitəsilə sifarişçinin ünvanına göndərilir. Avropa, Türkiyə brendlərində gördüyünüz keyfiyyəti, kalitəni məhz Comfort Plus-da sizə göstərəcəyik. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün matras istehsalçısı olan yerli istehsalçımız Comfort Plus markasının fabrikini çəkiliş edirik. Və sizlər üçün bir matrasın A-dan Z-yə necə hazırlanır onu göstərəcəyik. Sonra son olaraq isə showroomundan sizə çəkilişimiz olub göstərəcəyik. Əgər siz də hal-hazırda matras almaq fikriniz varsa, matrası dəyişmək fikriniz varsa, matras alarkən nəyə diqqət olunmalıdır? Onları sizə detallı məlumatlar veriləcək. Daha uyğun qiymətə, daha keyfiyyətli bir məhsulu əldə etməyinizi sizə rahat yolunu göstərəcəyik. Avropa, Türkiyə brendlərində gördüyünüz keyfiyyəti, kalitəni məhz Comfort Plus-da sizə göstərəcəyik və müqayisəni də özünüz yaxınlaşaraq həm fabrikdə, həm mağazanın showroomunda edib görə bilərsiniz və daha uyğun qiymətə istədiyiniz ölçüdə, ən əsası istədiyiniz keyfiyyətdə sifariş verib birbaşa istehsalçıdan ala biləcəksiniz. İndi isə keçirik istehsalata və orada istehsalat prosesi ilə, nümunələrlə, ümumi müəssisələrlə tanış olacaq. Getdik. İstehsalat müəssisəsi yerləşir Binə Atıcılıq Mərkəzinin düz yanında. Kimlər ki istehsalatla tanış olmaq istəyir, toptancılar varsa, yerli satış edən mağazalar və bölgələrdə satış edən mağazalar varsa, birbaşa gəlib tanış olmaq istəyirsinizsə, əlaqə nömrələrini qeyd edəcəyik. Birbaşa istehsalat müəssisəsinə yaxınlaşıb özünüz də şəxsən tanış ola bilərsiniz istehsalat prosesi ilə, məhsulun keyfiyyəti ilə. Daha sonra isə toplu sifarişlərinizi verib əldə edə bilərsiniz. Həm toplu toptancılar, həm də pərakəndə şəkildə almaq istəyənlər özəl sifariş verə bilərlər, sifariş qəbul olunur. Həmçinin hazır məhsullar var ki, hazır ölçülərdə, standart ölçülərdə olan çeşidlər də var ki, onları da həm burada, həm də mağazanın satış nöqtəsindən əldə edə bilərlər. İndi isə gedək, inşallah istehsalat prosesini yaxından izləyək. İndi isə müəssisə əməkdaşı Fərid bəy bizə ümumi olaraq istehsalat prosesindən tanış eləyəcək. A-dan Z-yə bir matras necə hazırlanır onu sizə göstərmiş olacaq. Qısa olaraq onu deyim ki, matras çeşidi olaraq 17 hal-hazırda çeşid istehsal olunur və 40-dan yuxarı parça çeşidi var ki, istədiyiniz rəngdə, istədiyiniz hündürlükdə, ölçüdə bunu sifariş eləyə bilərsiniz. Xoş gördük. Xoş gördük, xoş gəlmisiniz bizim Zəhmət olmasa, təşəkkür edirəm. Zəhmət olmasa ümumi olaraq izləyiciləri və müştəriləri maraqlandıran suallar hansıdır? İstehsalat prosesində bizə göstərərkən onları da cavablayarsınız ki, bir müştəri matras alarsa əsas diqqət nəyə yetirməlidir və siz istehsalatda olan əsas nüanslar hansıdır? Özəllikləriniz, üstünlükləriniz nədir? Bildiyim qədərilə son texnologiya və xammalda Avropa və Türkiyə xammalı ilə istehsal edirsiniz. Yəqin ki, hər kəsə də vacib olan məhsulun keyfiyyətidir ki, o da maşallah sizdə həm istehsalat aparatları və xammal olaraq bunu edə bilirsiniz. Edə bilirik, bəli. Keçək istehsalat prosesindən sizə yaxından tanış edeyim. İstehsalatın birinci mərhələsi necə adlanır? İstehsalatın birinci mərhələsi biz burada Kaputuna aparatı vasitəsilə parçamızın üzərinə naxışlar eləyirik. Loru dildə desək sırıq eləyirik. Hal-hazırda istehsalatımızın birinci mərhələsindəyik. Gördüyünüz bu avadanlıq bu sektorda istifadə oluna biləcək ən profesional avadanlıqlardan biridir. Hazırlanacaq olan məhsula uyğun olaraq xammallar avadanlığa daxil olur və buradan naxış seçilir və start verilir avadanlığa. Hal-hazırda avadanlıq işləyir. Buyurun, yaxından göstərin.
hal-hazırda demək toxuma prosesindədir. Bəli, hal-hazırda toxuma prosesidir. Keçək digər tərəfə. Demək gördüyünüz kimi birinci hissədə xam mal dəzgaha daxil olur və toxuma prosesi başlayır. Bu tərəfdən isə hazır toxunulmuş parça çıxır. Digər tərəfdə isə artıq kəsim işi. Burada isə hazır məhsul avadanlığa daxil olan ölçülərə uyğun kəsilir və ambara depolanır. Demək bu hissədən hazır toxunulmuş parça məhsulu çıxır. Dəzgahın ikinci hissəsinə və burada artıq verilən ölçüyə uyğun olaraq kəsim işi görülür. Daha sonra isə toplara yığılıb sterilajlara vurulur. Sonraki prosesi isə gedək tanış olaq. Növbəti prosesdə isə sizə matrasın yay blokunun hazırlanmasını göstərəcəyik. Biz yay blokunu hazırlamaq üçün müasir avadanlıqlardan və keyfiyyətli xam mallardan istifadə edirik. Burada tellər avadanlığa daxil olur və hazır məhsul çıxır. Deməli Fərid bəyin qeyd etdiyi kimi bu hissədə matraslarda istifadə olunan ki, daxilində olan yayları istehsal prosesi gedir ki, burada da yenə son dəzgahlardan istifadə olunur. Ham mal daxil olur, burada toxunma başlayır, yaylar toxunur hazır formada və bu şəkildə hazır matrasın daxilində istifadə olunan yay bloku bazasının hazır formasını görürsünüz. 90-ın 2-yə olan ölçüdür. Bu istədiyiniz ölçüdə yenə bunu hazırlaya bilirlər. Özəlliklər, üstünləri odur ki, istehsalçıdırlar və istədiyiniz ölçüdə dairəvi formada 2.20-nin 2.20-yə, 2.50-nin 3 metr yataq taxtınız, yataq mebeliniz hansı ölçüdədirsə, o ölçüyə uyğun olacaqda matrası ən keyfiyyətli, ən kalitəli xam maldan istifadə edərək sizlər üçün hazırlarlar. Fərdi bəy, növbəti mərhələdən nə işi görülür? Növbəti prosesimizdə yığım prosesidir. Növbəti mərhələ isə artıq hazırlanmış yayların üzərinə istifadə olunan keçə və süngər əlavə olunaraq növbəti mərhələyə, yəni tikiş mərhələsinə ötürülür. Buyurun yaxından tanış olaq. Gördüyünüz kimi hal-hazırda gedən prosesi sizə göstərdi. Bu şəkildə yayların üzərinə keçə çeşiddən, növdən asılı olaraq bu hündürlük və s. keçənin materialı dəyişir və daha sonra isə süngər əlavə olunur. Daha sonra isə üzlənmə prosesi gedir. Ondan sonra tikiş prosesinə keçirir. İkinci üzü tikilmək üçün dəzgah avtomatik şəkildə özü digər üzə çevirir və yenidən digər üzü ikinci üzün tikiş prosesi başlayır. Növbəti mərhələdə isə artıq tikişdən sonra yoxlama prosesidir ki, burada da bütün tikişlərə diqqət olunur. Əgər hansı bir xəta varsa, yenidən geriyə qaytarılır və o xəta aradan qaldırılır. Sonra isə paketlənmə işi başlayır və paketlənmədən sonra da matrasın hazırlanma prosesi yekunlaşmış sayılır. Paketlənmə prosesindən sonra artıq hazır məhsullar bu şəkildə gördüyünüz kimi depolanır, sifarişçiyə göndərməyə hazır vəziyyətdədir ki, daha sonra isə yük maşınları vasitəsilə sifarişçinin ünvanına göndərilir. Videonun önündə qeyd etdiyimiz kimi burada hazır nümunəliklər var ki, fabrikin istehsal etdiyi matras nümunələrini görə bilirsiniz. Həmçinin bu fabriklə əməkdaşlıq eləmək istəyən mebel salonları və yaxud da mağazalar, böyük mağazalar, cehizli və s. mağazalar var ki, onlar da matrasını da satışına həyata keçirirlər. Onlar üçün xüsusi olaraq fabrik tərəfindən nümunəliklər verilir. Bu şəkildə siz öz müştərinizə məhsulun daxilində istifadə olunan materialları göstərmək üçün, keyfiyyətini göstərmək üçün birinci qat, süngər qatı, yay qatı, parça və s. bu kimi nümunəliklər sizə verilir və siz də öz müştərilərinizə bu nümunəliklərlə istifadə edərək
məhsulların tanıtımını və keyfiyyətini daha rahat şəkildə edə bilərsiniz ki, onlar da öz gözlərindən görsünlər və rahat şəkildə alışlarını həyata keçirsinlər. Sonda isə sizə mağazanın kontakt əlaqələrini qeyd edirik. Ünvanlarını son olaraq yenə xatırlatma olaraq bildirirəm ki, kimlər topdan və yaxud da pərakəndə alış etmək istəyirsə, demək, əlaqə nömrələri 050 212 25 83, 050 212 25 38 əlaqə nömrələri ilə əlaqə saxlayın və pərakəndə və yaxud da topdan alış hansını etmək istəyirsə bildirə bilərsiniz. Onlar sizin alışına uyğun olaraq fabrikin showroomuna yönləndirəcək. Topdan alış etmək istəyirsinizsə və istehsalat prosesi ilə tanış olmaq istəyirsinizsə, yaxından görmək istəyirsinizsə, sizə müəssisənin də ünvanını həm konum şəklində göndərə bilər, istər Waze və yaxud da xəritələrdə Comfort Plus yazmaqla da həmən bina atıcılığın yanında yerləşən müəssisəyə, fabrikə gəlib rahat şəkildə çıxa bilərsiniz. Öz gözlərinizlə istehsalat biz gəzdiyimiz kimi, proseslə tanış olduğumuz kimi siz də tanış olub öz müştərilərinizə daha izahlı, daha aydın formada məhsulları təqdim edib daha rahat şəkildə satışını həyata keçirə bilərsiniz. Fabrikin showroom mağazası yerləşir Maşın Bazarının yanında Məhəmməd Hadi 2A deyilən, qeyd olunan ünvandadır ki, şəhər tərəfdən Maşın Bazarına, Babək prospektində yerləşən Maşın Bazarına keçirdikdən sonra sağ tərəfdə yerləşir. Oradan da yenə çətinlik olarsa qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlayıb aydınlaşdıra bilərsiniz. Gedib rahat şəkildə tapa biləcəksiniz. Bugünkü çəkilişimizdə bu qədər dostlar. Ümid edirəm kimlər bu məhsulları axtarırsa onlar üçün faydalı oldu. Əgər videonu görürsünüzsə və ətrafınızda sizdən matras haqqında məlumat soruşan olarsa, alış etmək istəyən olarsa, bu videonu da həmən şəxsə göndərin ki, onlar da detallı olaraq izləsinlər və uyğun qiymətə, doğrudan da uyğun qiymətə daha keyfiyyətli, daha kalitəli məhsulu əldə etsinlər. Kanalımıza da abunə olun, videonu bəyənin ki, bundan sonra çəkdiyimiz digər istehsalçı və toplantıları tanımış olasınız. İzlədiyiniz üçün təşəkkürlər.